Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün yenə Biləcəri qəsəbəsindəyik. Çox gözəl bir evimizin təqdimatındayız. İnşallah sizə təqdim edəcək. Çox gözəl də bir yerdədir inşallah. Təqdimat zamanı sizə izah edəcəm hər şey. Gəl qardaşım. Sonra bir dənə evi qəşəng fonundan götür. Bir dənə götür. Əziz dostlar, deməli, gördüyünüz bu ev tam 12 otaqdır. 12 otaq. Bir balaca sizə izah vereyim. 12 otaqdan ibarətdir, əziz dostlar. Deməli, baxın 3 otaq. 3 otaq. Mətbəx, hamam sanitar qovşağı buradadır. Yəni bu evdə 3 dənə ailə tam rahat yaşaya bilir. Tam rahat yaşaya bilir. Plus 3 otaq. Hamam sanitar qovşağı, mətbəx buradadır. Ailə adlarına girişi var. Bir də yuxarı mərtəbədə 6 otaq, 2 mətbəx və 2 sanitar qovşağı. Oranın da çıxışı oradandır. İndi Tural sizə təqdim edəcəyiz dostlar. Gəl qardaşım, səni təqdim elə. Burada münasib, qiyməti də çox münasibdir. Əladır inşallah. Sonda deyil. Bura istif oldu, iyi. Bəli, bəli, istif oldu. Bax, kolektiv sistemdə yığılıb bura. Baxın dostlar, bu birinci mərtəbədə 1-3 otaq. Hamam sanitar qovşağı. Göstərdim bir hamam sanitar. Görsəl qardaşım. Rəsmədən göstərək ki, diqqətlə gör. Mətbəx sunaması. Yer istif oldu. Evin mətbəx hissəsidir. Və 3 yataq otağı var, nəzər olsa. Bir qonaq otağı, 2 yataq otağı. Yəni görsən, Tural tez. Vaxt çox getməsin deyə biraz sürətlə çək. Kvadratlarda kifayət qədər gördüyünüz kimi normaldır. Elə bura 7 metrdir bura. Divarlar uçadaşdır, əziz dostlar. Gir yaşadır da, yəni. Bəli, bəli, köç yaşa evdir. Bu bir adlı evini yaşamaq üçün ailə. Bəli, bu biri adlı evini. Bax, bu qapını görürsən, Tural. Bax, buradan, əziz dostlar, bir dənə diqqətli olun. Bax, buradan belə aranı bağlayıb, tam oranı ayrı da giriş çıxış eləmək mümkündür. Hal-hazırda qapısı da var. Baxın, burada da ikinci üç otağımız. İkinci üç otağımız. Aşağı hissə, tam istif oldu, aşağı hissə. Burada da yenə mətbəx. Mətbəxi göstərir. Mətbəx burada, hə, burada, mətbəx burada. Oraya yataq otağıdır, qardaşım. Oraya yataq otağıdır. İstif oldu. Bax, mətbəx, hamam sanitar qovşağı, bir dənə də yataq otağı da var. İkinci bir otaq. Böyle geçişimli buradadır. Bura hamam sanitar qovşağıdır. Bu isə evin mətbəx hissəsidir. Gedək növbəti. İndi isə qalxırıq ikinci mərtəbəyə dostlar. Deməli, 2 dənə tam ayrı 3 otağı burada sizə təqdim etdik. Qalxırıq yuxarı mərtəbəyə. Yuxarı mərtəbədə də qeyd etdiyimiz kimi eyni vəziyyətdir, əziz dostlar. Baxın, təxminən bir 14 metr uzunluğunda burada belə bir geniş hol var, əziz dostlar. İndi 3 dənə də pəncərəsi var, panorama pəncərə. Problem pəncərələri də götürürsən, görün necə gözəl işıqlıdır. Həqiqətən də maşallah zövqlə işləndir, əziz dostlar. Divardan da görsəndiyi kimi burada cırtdaşdır və aşağının təkrarı, necə təkrarı. Baxın, burada da yenə 3 otaq, hamam sanitar qovşağı, mətbəx buradadır. Biri də oradadır, eyni qaydada. Sən buradan görsən. Evimiz kimi əziz dostlar. Burada böyle bir otaqdır. Geniş. Burada bir yataq otağıdır. Eyni qaydada aşağıda olduğu kimi eyni qaydada yuxarıda. Demək əziz dostlar, burada 12 otaq olmağına baxmayaraq, həqiqətən də işıqlı evdir. Çox işıqlı evdir. Təqdim oturaq buranda. Burada da yenə. Mətbəxi yoxdur ya. Haram? O otağı. O yəqin buradır, bura gedir. Burada var ama mətbəx. Geniş bir otaqdır. Qonaq otağı. Solda bura bir otaqdır. Yataq otağı. Bir yataq otağı da burada. Mətbəx və sanitar qovşağı. Görsən Tural? Burada bir mətbəx var. Bura isə hamam sanitar qovşağıdır bura. Gördüyünüz kimi. Keçək evin qiymətini. Əziz dostlar, evimiz
Biləcərdə Orxan Market deyilən ərazidə yerləşir. Asfalt qapısının ağzına kimi gördüyünüz kimi, gördüyünüz çəkilişdə asfaltdır, palçıq görmürsən. Marşrutlara maksimum 150 metrdir. 92 və 170 nömrəli marşrut və evin lap 20 metrindən də təzə açılmış marşrut xətti var. 137 nömrəli marşrut dostlar. O da 20 metri ilə keçir. Evimizin bələdiyyə sərəncamı var. Tarix 2006-cı il. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış bələdiyyə sərəncamıdır və evimiz 3 çoxdan inşa olunur əziz dostlar. Rahat həyətə bir 3 maşın daxil ola bilir. Sadəcə olaraq ev böyüdür deyə biraz həyətə itirib, amma ki, yəni 3 maşın daxil olur həyətə. Qiyməti də qəşəng, gözəldir. Yəni bugünkü gün gözəldir, niyə görə deyirik? Çünki bazar qiymətlərinə baxanda ev axtaranlar özləri rahat şəkildə müqayisə edə bilirlər ki, doğrudan da qiymət normaldır. 165 min manatdır əziz dostlar. Qiymət 165 min manat təyin olunub ev sahibi tərəfindən. Təbii ki, ev sahibi ilə görüşəndən sonra inşallah ki, orada alıcı və satıcı arasında razılaşma olacaq. Allah xeyir versin. Hər bir kəsə, alana da, satana da əziyyət keçən bizlərə də əziz dostlar. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın, gərək çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin, Allah hər birinizdən razı olsun.